MİQ imtahanda ibtidai sinif müəllimləri üçün istifadə olunmuş belə bir yaş məsələsinə baxaq. Deməli, sual bundan ibarətdir ki, qardaş bacıdan 10 yaş böyükdür. Ümumi olaraq qeyd edək. Qardaş və bacı. Deməli, qardaş bacıdan 10 yaş böyükdürsə, o zaman biz heç birinin yaşını bilmirik. Bacıya deyəcəyik x, qardaşa deyək x plus 10. Və sonra deyək ki, bacının yaşı qardaşın yaşının 7-2 hissəsidir. Bacının yaşı nədir? X-dir. X nəyə bərabər olacaq? Qardaşın yaşının 7-2 hissəsi, yəni 7-2 vurulsun x plus 10. Və deyir ki, 3 il sonra hərəsinin neçə yaşı olacaq? Aha. Deməli, biz buradan x-i tapmalıyıq. Hər tərəfi 7-yə vursaq, sadəlik olsun deyə. O zaman olur 7x bərabərdir. 7-lər gedər, burada 2 qalar. 2-ni də mötərizəyə vurulacaq, olacaq 2x plus 20 olacaq. Və buradan 5x bərabərdir 20-yə. Buradan x-i tapırıq 4. Deməli, x 4-dürsə, qardaşın hal-hazırda 14 yaşı var, bacının isə hal-hazırda 4 yaşı vardır. Və bizə deyir 3 il sonra. 3 il sonra deyirsə, plus 3 artır hər biri. O zaman bacı olacaq 7 yaş, qardaş olacaq 17 yaş. Bizdən soruşurdu ki, hərəsinin neçə yaşı olacaq? Deməli, qardaşın 17 yaşı, bacının isə 17, bacının isə 7 yaşı olacaq.